Deməli, qardaş soruşur ki, yəni fitr zəkatında neçə kiloqram olmalıdır? Yəni fitr zəkatında hədisdə necə varid olan qaydaya görə 1 sa. 1 sa'da yəni təqribən 2 kiloqram yarım və yaxud 3 kiloqram tutur. 1 sa. Yəni 2 kiloqram yarım və yaxud 2 kiloqram yarımdan biraz çox. Və deməli bu bunun çəkisidir və nə vermək lazımdır? Əlbəttə ki, Peyğəmbər sallallahu əleyhi vaxtında xurmadan, kişmişdən, həmçinin buğdadan və s. Bəzi ərzaqlardan çıxırdı. Lakin bizim indiki vaxtımızda uləma deyir ki, yəni insanın yaşadığı yerdə insanların tələbatı ən çox nə edirsə, ondan vermək daha doğru olar. Məsələn, dənli bitkilərdən məsələn, mərciməkdir, qarabaşaqdır, lobiyadır, noxuddur və s. Həmçinin un məmulatlarından, yəni undur, buğdadır və yaxud verməşkirdir, makarondur və s. Belə şeylərdən qalıcı vasitələrdən, qalıcı ərzaqlardan hansı ki, belə vermək olar. Hətta Şeyx İbn Hüseymi qeyd edir ki, yəni hətta ət belə vermək olar. Allah bilir düzün. İxlasla.com saytı tərəfindən təqdim olundu.